Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizə lavaşdan göylü pendirli böreyin hazırlama qaydasını təqdim edirəm. Çox dadlı, ləzzətli və yüngül bir reseptdir. İnanıram ki, bu resepti siz də evdə hazırlayacaqsınız. Demək bizə lazımdır, videoda görürsünüz, 7-8 dəstə göy, məsləhətdir göylərdən dağ keşnişi, yəni dağ keşnişi o qədər dad verir, inanın ki, bütün ətri qoxusu bürüyüb mətbəxi. Zövqünüzdən asılı olaraq istədiyiniz göylərdən istifadə edə bilərsiniz. Göylərin hamısını təmizlədik, soyuq suda yuduq, yığdıq aş üstünə, tam suyu süzülsün. İndi də göylərdən götürürük, dəstələyirik, xırda-xırda doğrayırıq. Çalışdım ki, bütün gedişatı sizə göstərim. Düzdür, videonu biraz sürətləndirmişəm ki, siz izləyiciləri çox yormayım. Sonra üzərinə ağ pendiri əzib və yaxud da ovub, əlavə edirik göyün üzərinə, qarışdırırıq. İndi də keçəyin böreyin sosu üçün bizə lazımdır yumurta, duru yağ, qatıq və dadlandırmaq üçün duz. Çırpıcı ilə yaxşı qarışdırırıq, eyni cinsli kütlə alınır. Baxın, bax bu cürə. Uzun lavaşdan istifadə edirik, əziz izləyicilər. Birinci pişirəcəyimiz soba qabını yağlayıb qoyuruq kənara. İndi uzun lavaşdan götürürük. Hazırladığımız sosdan 1-2 qaşıq əlavə edirik lavaşın üzərinə. Fırça ilə yayırıq. Sonra göy və pendir qarışımını üzərinə əlavə edib yayırıq. Videoda görürsünüz, əziz xanımlar, rulet kimi bükürük. Əziz xanımlar, lavaşların sayı soba qabının ölçüsünə görə dəyişə bilər. Qabınız böyükdürsə biraz çox, kiçikdirsə biraz az, yəni lavaş istifadə olunacaq. Soba qabıma 7 ədəd uzun lavaş yerləşdi. Baxın, bax bu cürə. Hamısını rulet kimi bükürük, yığırıq soba qabına. Qabda qalan bütün sosu böreyin üzərinə əlavə edib fırça ilə yayırıq. Sonra da üzərinə çörək otu və küncüt qarışımını səpirik. Öncədən isidilmiş sobada 180-190 dərəcədə üstü yaxşı qızarana qədər pişiririk. Börək pişdikdən sonra 10 dəqiqə gözləyirik soyusun. Ondan sonra doğrayıb servis edirik. Videonun alt bölümündə, açıqlamada resepti dəqiq yazacağım. Siz oradan istifadə edərsiniz. Çox yumuşaq, ətirli və dadlı börəkdir. Əziz xanımlar, inanın ki, bilirəm ki, siz hazırlasanız çox məmnun qalacaqsınız. Bir dəfə bu reseptdən istifadə eləyin. Hazırlayanlara nuş olsun. Göz haqqınızı halal edin. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Allaha əmanət olun.